Deməli, 2026-cı ilin 9 mart birinci zona buraxılış imtahanı. Birinci sualda listingdə mətn nə haqqındadır deyir. Gördüyünüz üzrə orada Stary Mostar deyə bir yerdən danışır. A variantında Mostardakı turist atraksiyonları, xeyr, ümumi Mostardan danışırdı. B variantında Stary Mostardakı orada körpü tikənlərdən, körpü saxlayanlardan xeyr. Burada da Mostar xalqının qonaqpərvərliyini vurğulayır, amma mətn sırf ondan danışmır. Və deyir ki, qədim bir yarış keçirilir orada, amma mətn sırf ondan da danışmır. Mətn Mostardan danışır da, cavab D variantı. İkinci sualda isə birinci cümlə səhvdir, çünki Mimar Sinan tərəfindən dizayn olunmayıb, Mimar Sinanın tələbəsi tərəfindən dizayn olunub, the student qeyd eləyirdi. Ona görə birinci səhvdir. İkincisində Bosniya müharibəsi dövründə dağılıbdı. Bu düzdür. 2004-cü ildə də bərpa olunubdu. Bu da düzdür. Lakin burada lately deyir. Lately son vaxtlarda, bu yaxınlarda deməkdir. Mətnin audiosunda bu şəkildə demir ki, son vaxtlarda, bu yaxınlarda simvola çevrilibdir. Üçüncü sualda isə doğru cavabı tapmalıyıq. Burada yazıbdır ki, Mostar xalqı soyuq və dostcanlı deyirlər. Amma orada deyir ki, friendly, dostcanlıydılar. Deyir ki, Mostar'dakı bu dalış yarışı hər ay keçirilir. Amma mətndə every year, hər il deyirdi. C səhvdir. D variantında isə həmin bu körpünün yaxınlığı sakitliyi ilə tanınmırdı. Orada sakitlik yox idi. Bu səhvdir. Və Y variantında da qərb üslubunda yox, Mimar Sinandan da orada işarə kimi verir. Ottoman style, Osmanlı üslubunda tikilirdi. Bu da səhvdir. Şəhər, bəli, Mostar şəhəri öz adını Bridgekeeperlardan götürür. Gəldi dördüncü sualla. Hər nə qədər bu ilin son sualı, son modeli olsa da buna da baxaq. Deməli, Stary Most, yəni Mostar xəzinəsi nəyi əlaqələndirirdi? Two sides of city. Two sides of city. Şəhərin iki hissəsini əlaqələndirirdi körpü. Beşinci sualda gənc adamlar körpüdən çaya hoppanırdılar. Nəyi göstərmək üçün? Göstərmək istəyirdilər ki, they are ready for the adult life. Adult life. Yetişkin həyata hazır olduqlarını göstərmək üçün. Festival sözün qarşısındakı sifət də local. Local. 7-ci sualdan artıq başlayaq qrammatikamıza. Bizdən opposite meaning, yəni deməli, əks mənalar istəyir. Opposite. Massive, geniş, large, geniş. A getdi. Mild, yumuşaq, soft, yumuşaq. Strong, güclü, powerful, güclü. Getdi. Defensive, defend, müdafiə etmək, protect, müdafiə etmək, yəni qoruyucu. Bu da getdi. Previous, əvvəlki, next, növbəti. B variantı antonim. 8-ci sualda bizdən istəyir əvəzlikləri. Girl, burada qadın cinsindədir. Və qadın cinsində olduğuna görə bizə qayıdış əvəzliyi də myself, ourselves, themselves, himself bunlar lazım deyil. Herself olacaq doğru cavab qadın cinsində. Və 9-cu sualda burada to-nu görürük. Və bilirik ki, to üçüncü qrup feillərlə işlənir. Let və make birinci qrup feildir. Bizə lazımdır üçüncü qrup feillər expect və ask to ilə işlənəcək. Doğru variant olacaq D variantı. Qrammatikanın 10-cu sualında article-la bağlıdır. Əslində foto sözü bildiyimiz bir sözdür ki, sayılan tək isimdir. Qarşısı mütləq article-la olmalıdır. Boş qala bilməz. D ilə Y səhvdir. Və bilirik ki, best sifətin üstünlük dərəcəsidir və mütləq Z article ilə işlənməlidir. A və B variantında E artiklı var. Ona görə C variantı doğru olmalıdır. 11-ci sualda deməli, ümumiyyətlə burada əslində çoxlu hilələr var. Yəni tələbələrin rahat tapa biləcəyi. Həmişə deyirdi ki, əgər çoxsu eyni mənalıdır, biri təzadlıdırsa, o təzad olan variantı götürəcək. Məsələn, as çünki, because çünki, so ona görə də. Amma burada fikir versizdir harmful. Həşəratların bəziləri zərərlidir. Digərləri isə faydalıdır. Deməli, bizə təzad lazımdır. How necə deməkdir? Heç ümumiyyətlə burayla əlaqəsi yoxdur. Amma olacaq. Həşəratların bəziləri zərərlidir.
amma bəzilərdə digərlərdə faydalıdır. Doğru olacaq but, yəni C variantı. 12-ci sualda make-up sentence-də illərdir artıq bu model düşür. Hər zaman deyirik swapped. Swapped əsaslanmaq lazımdır. Swapped-un birincisi, yəni deməli, subyektdir. Bizim subyektimiz olacaq the girls. İkincisi feilimiz, yəni have been making. Sonra obyektimiz gəlməlidir salad. Daha sonra place, yəni yer gəlməlidir. In the kitchen və zaman gəlməlidir. For 20 minutes. Bu sırayla gedəcək. Deməli, 2, 4, 1, 6, 5 və 3. Yəni C variantı. 13-cüsündə bildiyimiz kimi is able to ilə işlənməlidir. Ona görə A, C səhvdir. Və bilirik ki, but varsa təzad olmalıdır orada. Mənim bacım qızı fransız dilində danışa bilir, amma qardaşım oğlu, bacım oğlu yox. Deməli, bir tərəf inkar, ikinci tərəf yenə inkar ola bilməz. Ya da bir tərəf təsdiq, ikinci tərəf təsdiq ola bilməz. Bir tərəf təsdiq, ikinci tərəf olacaq inkar, Y variantı. Boza narahat etmək deməkdir. Deməli, burada annoy narahat etmək, worry narahat etmək birə C uyğun gəlir. Trust inanmaq. Baxın, burada qeyd edilir. Believe inanmaq ki, kimsə doğru, yəni vicdanlıdır, dürüsttür, yaxşıdır. Doğru variant olacaq A variantı 2. Alter isə dəyişməkdir. Nə isə bir yolla fərqləndirmək, dəyişmək. Olacaq B variantı. C, A, B. Doğru variant B'dir. Sonra 15-cidə mürəkkəb compoundla mürəkkəb isimlər istəyir. Baxın, burada kilogram, bookshelf, bunlar okeydir. Lakin information'da burada şəkilçidir şan. AML mürəkkəbdir, Seaman mürəkkəbdir, lakin brotherhood bu şəkilçidir, yəni derivative noundur. Gentleman mürəkkəbdir, playground mürəkkəbdir, amma agreementdə ment şəkilçidir. Postman mürəkkəbdir, bathroom mürəkkəbdir, lakin darkness burada şəkilçidir. Shoemaker, ayaqqabı düzəldir, Mindset və Snowdrop. Hər üçü compound, yəni mürəkkəb isimdir. 16-cı sualda biz bilirik ki, cümlənin ortasında gəlibdirsə when bağlayıcıdır. Və Azərbaycan dilində olduğu kimi bağlayıcıdan sonra mübtəda xəbər yazırıq. Birinci mübtədanın gəldiyi has mübtəda deyil. Bağlayıcıdan sonra bizə mübtəda lazımdır. Does mübtəda deyil. Bizə he lazımdır. A-da və C-də var. Və zamanları keçəndə dəfələrlə demişik ki, when-dən sonra əsla has V3 gəlməz, have V3 gəlməz. Yəni, bitmiş zaman gələ bilməz heç vaxt. Deməli olacaq mübtəda xəbər A variantı. 17-ci sualda interrogative sentence, sual cümləsi. Demişdik, sual cümləsində sıra sual sözü, köməkçi feil, mübtəda, əsas feil sırası ilə getməlidir. Köməkçi feil, mübtəda, əsas feil. Deməli, A variantına fikir verirsə, A-da sual sözümüz var, how many documents, amma köməkçi feil yoxdur. A getdi. Həmçinin Y-də sual sözü var, köməkçi feil yoxdur. Y getdi. Qaldı B, C, D. Baxırıq ki, sual sözü var, köməkçi feil var. Amma D variantında köməkçi feildən sonra mübtəda yoxdur. D səhvdir. Qaldıq B ilə C arasında. Və did signed olmaz, çünki did varsa feil birinci formada olmalıdır. Doğru variant olacaq B variantı. Talk to ilə də işlənə bilər, with ilə də işlənə bilər. Professor kolleqası ilə danışdı. Tələbələri haqqında danışdı olar. Ona görə birinci tərəfdə to, ikinci tərəfdə about olacaq. Növbəti sual sifətin dərəcəsi ilə bağlıdır. Zən varsa bilirik müqayisə dərəcəsi olmalıdır. Müqayisə dərəcəsi yəni ER şəkilçisi və ya more deməli hissəciyi ilə yarana bilər. Bu zaman baxırıq, ikisi eyni anda ola bilməz. Həm more, həm də ER eyni anda ola bilməz. B səhvdir. Wide adi dərəcədədir. Burada da həm more var, həm longer olmaz. Burada long adi dərəcədədir. Deməli, hər ikisi müqayisə dərəcəsində olan Y variantıdır. 20-ci sualda hansı məchula çevrilə bilməz?
Bu zaman feilə sual verirdik ki, nəyi suala cavab verirmi? Məsələn, go, went. Alisa parka getdi. Bu heç nəyi suala cavab vermir ki. Bir, məchula çevrilə bilmir. Bazardüzü ən yüksək, deməli, nöqtədir Azərbaycanda, zirvədir. Burada da heç bir feil yoxdur ki, məchula çevirək. Məchula çevrilə bilməyənlər 1-2-dir. Baxın, əsas qiymətləndirdi nəyi, so, gördü, nəyi. Bunlar məchula çevrilə bilir. Lakin 1-2 məchula çevrilə bilmir. Doğru variant olacaq A variantı. 21-ci sualda zamanlarla bağlıdır. Bilirsiniz ki, indiki ilə iki şey işlənə bilər, iki zaman işlənə bilər. İndiki və gələcək. Keçmişlə də keçmiş işlənəcək. Deməli, baxırıq ki, will gələcək zamandır. Gələcək zaman dedik, sadəcə indiki ilə işlənir. Were keçmişdir. Walked keçmişdir. Bir də demişdik ki, gələcəklə gələcək olmaz da, bağlayıcıdan sonra gələcək olmaz. Have walked, indiki bitmiş zamandır. Və nə sonra bitmiş zaman gələ bilməz. Gələcək və indiki zaman B variantı. 22-ci sual qısa cavabdır. Qısa cavabda demişdik ki, cümlənin birinci hissəsi təsdiqdirsə, ki, baxın, bu hissə təsdiqdir. İkinci hissəsi də olmalıdır təsdiq. Təsdiq, təsdiq, inkar, inkar. Baxırıq ki, A isə inkarlıq tələb edir. Bu yanlışdır. Na isə inkarlıq yaradır. Bu da yanlışdır. Axı təsdiqsə təsdiq seçməliyəm. Na isə inkarlıq yaradır. Yanlışdır. Niyə Y yanlışdır? Bura bat qoysam, batdan əvvəl təsdiqsə, batdan sonra inkar olmalıdır axı. Onda deməli Y variantı da yanlışdır. Doğru variant olacaq burada A variantı. Çünki təsdiqsə təsdiq lazımdır və to təsdiqlə işlənir. Doğru variant olacaq A variantı. Gəldik son hissəyə, yəni readingə. Readingin ilk sualında. Harper Lee. Baxın, burada doğru cavab Y variantıdır. Mətndə heç çox parafraz eləmədən yazıblar onu. Fikir verin testdə. Ali məktəbdə İngilis ədəbiyyatına maraqlı idi. Eyni cümləni göstərirəm. Tamamilə demək olar eyni cümlədir. Tamamilə. Baxın, interest maraqlı idi. İngilis ədəbiyyatına. Harda? In high school, ali məktəbdə. Heç bir fərq yoxdur cümlə arasında. In high school, interest in English literature. Eynidir. Doğru olacaq Y. 24-cü sualda. Mətn nə haqqındadır? Bunun üçün bilirsiniz ki, ilk cümləyə baxırıq. Baxanda gördük ki, bir müəllifdən danışacaq. Harper Lee adlı bir müəllif. Baxaq indi. Heç ciddi tərcümə eləmədən də tapmaq olar. Amerika ədəbiyyatında tanınmış kitablar. Uşaqlıq illəri. Mətn məhz o insandan danışacaq. Deməli, onun tərəfindən yazılmış müxtəlif əsərlər. Ola bilər hamısından danışılır. Amma bizə məhz ümumi nədən danışır? Adamın özündən danışır. Ən çox satan kitabı yox. Özə deyirdik həmişə ki, çox vaxt adını vermir, dolayı yolla təyin edir. Deməli, deməli, mükafat qazanan Amerikanın yazıcısı. Deməli, doğru variant olacaq A variantı. 25-ci sualda eyni cümləni göstərəcəm. To Kill Mockingbird böyük bir təsir buraxdı. Böyük bir təsir var idi ədəbiyyatda. To Kill a Mockingbird has had a great influence on literature. Eyni cümləyə baxaq. Eyni cümlədir. Baxın. Bu hissədə To Kill a Mockingbird-dən danışır. Sonra deyir ki, this work, yəni bu əsər nəzərdə tutur. Bu əsər has had a lasting impact, yəni davam edən impact da nədir? Təsirdir, influence təsirdir. On literature. Heç bir söz dəyişilib orada. Impact, influence dəyişib. Başqa heç bir parafraz yoxdur. Deməli, burada doğru variant olacaq Y variantı. Və yazıçının, yəni yazılarına, Lee-nin yazılarına nə təsir edirdi? Təsirlə bağlı, baxın, burada deyir. Her writing was heavily influenced. Təsir olunurdu. Nə tərəfindən təsir olunurdu? Childhood experience. Hansı childhood experience? Hardship, yaşadığı çətinliklər. Discrimination, ayrı seçkilik. Baxaq, nəşr olunmuş kitabların uğuru. Nə əlaqə? Sonra, burada heç literary on a society haqqında sonda danışır, paragrafın sonunda. Təsir olub-olmadığını demir. Biz konkret olaraq iki şey gördük orada. Diskriminasiya, ayrı seçkilik, bir də hardship, çətinlik. Burada da neyiniyib, əvəzləmə edibdir. Difficulty, yaşadığı çətinlik, bir də
ədalətsiz davranış, yəni diskriminasiya ayrı seçkilik. Doğru olacaq 1-3. 27-ci sualda see, görmək, observe, müşahidə etmək, baş verən nə isə. Paragraf 1-də. Deməli, burada doğru cavab olacaq witness. Doğru cavab olacaq witness, şahidlik etmək. Və 28-ci sualda patient, istək deməkdir. Paragraf 2-də onun sinonimi enthusiasm olacaq. Deməli, həvəs, istək deməkdir mənası. Və burada bu ilin son sualları olsa da, yenə də deyək, sinonim sualdır. Deməli, she left the university and, bura qədərini sizə verir və buradan sonrasını siz dəyişməlisiniz. Dəyişməlisiniz deyəndə olduğu kimi köçürmürük. Köçürürük, lakin iki sözdə dəyişərək köçürürük. Decided to, qərar vermək deməkdir. Qərar vermək sözünü make up mind-la dəyişə bilərik. Bu da qərar verməkdir. Pursue izləməkdir. Orada izləmək sözünü qərar verdi izləməyə. Nə ilə dəyişə bilirik? Go after, arxasıca getmək. Chase izləmək, follow izləmək. Və növbəti sözümüz dream, arzulamaq sözünü, arzu sözünü daha doğrusu burada isimdir. Desire, arzu, wish, arzu, aim ola bilər burada məqsədinin arxasınca getdi. Intention, goal, target, objective bunlarla da dəyişmək mümkündür. 30-cu isə hansı uşaqlıq arzunu reallaşdırmaq istərdin və niyə? Bu haqda da 3 cümlə yazılaraq müvafiq qiymətləndirilir.